Salamlar hər kəsə. Səməd Vurğunun Vaqif dramı ilə davam edirik. Vaqif dramı 1937-ci ildə qələmə alınmışdır. Səməd Vurğun bu dramda nədən bəhs edir? Deməli, 37-ci il dediyimiz anda yəqin ki, gözünüzün qarşısında Azərbaycanda o dövrdə baş verən ictimai-siyasi proseslər canlanır. Xüsusilə də 37-ci ildə repressiya dövrü olduğuna görə bir çox həbs etmələr, güllələnmələr, yəni mürəkkəb ictimai-siyasi proseslər içərisində Vaqif kimi bir dramın yazılması həqiqətən də ədəbiyyatımız üçün mühüm bir ədəbi hadisə kimi qiymətləndirilir. Çünki bu dramda vətənpərvərliyin qızğın şəkildə təbliği, qəhrəmanlıqlarla dolu tarixi keçmişimizin xatırlanması, Azərbaycan xalqının qüdrətinə inam, xüsusilə də Eldarın timsalında biz bunu görürük. Azərbaycan oğullarının hər an döyüşə hazır olduğu qənaətinə gəlirik. Dövlətin idarə olunmasında hansı səhvlər var və bu səhvlər hansı acınacaqlı nəticələrə gəlib çıxara bilər? Bütün bu məsələlərin hamısına Vaqif dramında toxunulmuşdur. Əlbəttə ki, bu tarixi hadisələr, proseslərlə yanaşı əsərin baş qəhrəmanı olan Molla Pənah Vaqif, onun həyatı, onun yaradıcılığı, bu da yenə paralel şəkildə aparılır. Düzdür, biz kitabda verilmiş hissədə onun yaradıcılığına toxunduğunu görmürük. Lakin demək olar ki, Vaqifin yaradıcılığında olan bir çox şeirlər, əsərlər Vaqif dramında ilə öz əksini tapmışdır. Sadəcə ixtisarlı olduğuna görə əlbəttə ki, kitabımızda geniş şəkildə buna toxunulmayıb. Hansı obrazlar var? Baş obrazımız, baş surət Vaqifdir. 18-ci əsrin məşhur Azərbaycan şairidir. Vaqifin xarakteri, həyata baxışının aydınlaşmasında, xüsusilə də onun digər insanlarla girdiyi diyaloqlar bizə daha əhəmiyyətli, belə deyək, xəbərlər verir. Vaqifin həm xarici, həm daxili dünyası, danışıqları, nitqi digər şəxslərlə danışıqlarından daha çox aydın olur onun düşüncələri. Hansı xətlər var? Vaqiflə İbrahim xanın diyaloqu, Vaqif İbrahim xan xətti var, Vaqif Vidadi xətti var, Vaqif Qacar, Vaqif Eldar, Vaqif Xuraman və başqa xətlər onu dövlət xadimi, həqiqi dost, həqiqi ata, məsələn, orada Vaqiflə öz oğlunun da yenə danışığı var ki, hətta Vaqiflə öz gəlininin də danışığı var. Gülnarla danışığında Gülnara deyir ki, örpəyini üzündən götür və bu da onun yenilikçi ruhunu bizə əslində təqdim edir. Yəni, bir çox cəhətdən biz burada Vaqifi görəcəyik, onun düşüncələrinə şahid olacağıq. Ağa Məhəmməd Şah Qacar İran hökümdarıdır, istilaçı hökümdardır. Həm şəxsi keyfiyyətləri ilə özünə nifrət qazandırıb, həm də kəndləri, şəhərləri xaraba qoyur və onun gözü qandan doymur. Özü də deyir ki, mənim gözüm doymur insan qanından. Əslində, Ağa Məhəmməd Şah Qacar özü türkdür, yəni Azərbaycanlıdır, amma bunu danır, özünü fars olaraq təqdim edir. Sonra Vidadi Vaqifin müasiri və yaxın şair dostudur. Vidadi də saraylardan qaçır. Vaqif özü saray şairidir, yəni İbrahim xanın vəziridir. Bunu da qeyd eləyək ki, o İbrahim xanın vəziri olmaqda əslində, belə deyək, yüksək vəzifə sahibi olmaq üçün onun vəziri olmayıb. Sadəcə kəndlilərini İbrahim xanın zülmündən qurtarmaq üçün bir növ, belə deyək, onun zülmündən kəndliləri qurtarmaq üçün özünü qabağa verir və deyir ki, əgər mən olmasam İbrahim xan kəndlilərin başına oyun açar. Bir növ kəndlilərə görə əslində saraydadır. Vidadi də saray şairi olmaqdan qaçır və Vaqifə deyir ki, gəl gedək kəndə, sən də öz obamıza qayıt. Eldar xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlərin başçısıdır. İgid bir Azərbaycan gəncidir. Kürd Musa Arşaq Eldarın dəstəsindəndir. Xuraman Vaqifin arvadı, Əli bəy Vaqifin oğludur. Gülnar Əli bəyin sevgilisidir. Və sair bunların hamısı haqqında danışacağıq. Əminə Gülnarın anasıdır, Tükəzban Vidadinin arvadı. Qacarın vəziri var, Təlxəy və İbrahim xanın
İbrahim Xəlil xanın Təlxəyi və demək olar ki, elə əsərdə ən ağıllı sözlər Təlxəyin dilindən çıxır, amma ona da çox yer verməyiblər burada. Şaliko, Tamara kiçik gürcü var ki, Qacar tərəfindən əsir almış gürcülərdir. Şeyxalı Qarabağ şeyxidir. İlyas Eldarın dəstəsinə soxulmuş casusdur. O da Eldarı öldürmək üçün əslində İbrahim Xəlil xan tərəfindən göndərilmişdi. Sərkərdə var, Qacar qoşunlarının sərkərdəsi və s. Yəni bu insanlar Zülfüqar, Teymur, Əhməd kişi, Qurban kişi, bunlar da Qacarın əleyhdarları, kəndlilər, çobanlar və s. Deməli, birinci şəklin qısa məzmunu var ki, Vidadi namaz üstündə Allaha müraciət edir, arvadı Tükyazban gəlir, o Tükyazbanla söhbətindən zəmanədən narazı olduğunu biz duya bilirik onun nitqində. Cavad xanın elçiləri gəlir, Vidadini saraya dəvət edirlər, o bu dəvəti qəbul eləmir. Qarabağ xanının sarayında yaşayan Vaqif gözlənilmədən gəlir və Vidadini öz oğlu Əli bəyin toyuna dəvət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır. Vaqif gəlişinin səbəbini söyləyir ki, Vidadini Tükyazbanı Əli bəyin toyuna dəvət edir və Vidadi dəvəti qəbul edir. İkinci şəkildə artıq Əli bəyin toyudur, toy məclisidir. Və İbrahim xan toya gəlir. Deyir, çox gözəl, Vaqifi çağırın gərək, bəy öz toyunda oynasın görək. Əli bəy oynayır, Vaqif gəlir, İbrahim xan vəzirə deyir ki, vəzir, xeyir işiniz mübarəkdir, Əli bəy ağ günlərə çıxsın, ancaq bizi yadından çıxartmasın. Vaqif də deyir ki, görək növrağı pozmasa zaman, yəni görək zaman nə göstərəcək, sizi yadından çıxardır, yoxsa yox. İbrahim xan deyir, yenə də şikayət, gəl, inan ki, sən mən nə qədər varam, kef eləyəcəksən. Və gəlini gətirirlər, ora səsləri yüksəlir. Yengə deyir, anam bacım qız gəlin, əli ayağı duc gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin. Vaqif gəlir, gəlinə burada deyir ki, a qızım üzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr, kəfəndir, abalam, səra, pərdələr, örtüləri, yəni qadının örtülməsini kəfənə bənzədir. Və bu da onun yenilikçi ruhunu göstərir əslində. Hamı heyrət, həyəcan içərisində görünür. Gəlini o bir otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. Vaqif Eldarı görən kimi deyir, of dostum, qardaşım, xoş buyurmusan, səndə dağ havası duyuram inan. Mənim könlüm sizdən ayrılmır, ellərdə görürəm hər qurtuluşu. Vaqif qurtuluşu nədə görür? Ellərdə görür. İnsanlarda, ellərdə. Eldar deyir ki, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. İbrahim xan baxır ki, Eldar ona salam vermir, deyir, aha, heç saymayır bu hərif bizi, görünür dadmamış qüvvətimizi. Sonra şeyx burada ancaq ara qarışdırır, o işlərlə məşğuldur. İbrahim Xəlil xanın qulağına deyir ki, bir bax gözlərinə baxışı qandı, kəndə qarşılıq salanlardandır. Artıq onun deməli qaçaq olduğunu bildirir. İbrahim xan deyir ki, vəzir, çobançoluq məclisidir bu. Vaqif deyir, düzü gözləməzdim heç sizdən bunu. İbrahim deyir, necə gözləməzdin, lap yersiz nahaq. Yox, bir başa keçsin, çiynində çomaq. Vaqif deyir ki, əziz qonağımdır, dostum deyildər. İbrahim deyir, xanın hüzurunda nə ölümü var? Vaqif deyir, bu mənim evimdir, siz qonaqsınız, qonağı sevərlər, lap nahaqsınız. İbrahim xan, qonağa bir bax, hər yoldan ötəni başa çıxardar. Vaqif deyir, onun görkəmindən iyrənməyin, bir kəndli babadır, vicdanı təmizdir, dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin ağıllar, ellər dünyasında yetişir bilin, namusu, vicdanı təmizdir elin. İbrahim xan da deyir ki, doğrusu yorulub bezikmədin sən, elə durub ellər deməkdən. Eldar deyir, siz dalaşmayın, mən gedim. İbrahim xan deyir, getsin gərməsini ayıqlamağa. Vaqif burada deyir, başqadır könlümdə gülən xanimən. Dayan deyir, başqadır könlümdə gülən xanimən. Eldar daha sonra deyir ki, buyruq sizinkidir möhtərəm ağa. Ancaq olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi suyumuzər. Yəni bizim əməyimiz olmasaydı, siz bunca qudurmazdınız. Eldar məclisi tərk edir, İbrahim xan qəzəblənir, deyir, tutun Eldarı, ona göstərin daş zindanları. Qudurtdun bunları doğrudan da sən, bəlkə də özünsən ona dil verən. Vaqif də deyir ki, ona dil verən mən deyiləm, ona dil verən Kəndistan yeridir. Bəli, Kəndistan, bəzən Tanrıya da ağ olur insan.
İbrahim xan qəzəblə deyir, yaxşı danışarıq, çıxır gedir. Yəni burada Vaqifdən inciyir və Vaqifə qəzəblənir burada. Ondan qəzəbini almaq üçün daha sonra Vaqifin yoldaşı Xuramanı özünə arvad eləyəcək. Sonra Vaqif deyir ki, bu da haqq salam, bu da duz çörək, dünyada dərd varmı mənim dərdim tək, bu xan bir ilanmış saray yuvası, zəhrimar qoxuyur onun havası. Vidadi gəlir, deyir Vaqif, sabah məni yola sal gedim, torpaq evciyimi ziyarət edim, dünyanın zövqü ləzzəti oradadır, sən də öz boynundan at bu minnəti. Kəndimizə qayıt. Vaqif deyir, yox qayıtmaram. İş ki belə düşdü, meydanda varam. Yəni deyir, mən qayıtsam artıq uduzmuş sayılacam. Meydanda varam mən. Vidadi deyir, əl çək bu tərslikdən. Vaqif deyir, ölsəm də ölməyim xoşdur mərdana. Vidadi deyir, sən öz dediyindən dönməyəcəksən, səni yalqız qoyub gedəmmərəm mən. Əli bəy deyir ki, Eldarı həbs elədilər. Vaqif deyir, insan uçuracaq daş zindanları, zəncirsiz, zindansız günlər gələcək, bizə təsəllidir, böyük gələcək. Vaqifin gələcəyə ümidi var. Deyir ki, insanlar bu daş zindanları uçuracaq, yəni zindansız yaşayacaq. Əli bəy deyir, bəs Eldar nə olsun? Vaqif heç nə dərdi var. Vaqif ölməmişdir, onu qurtarar. Sonra deyir, oğlum xeyir işin mübarək olsun. Dünyanın keyfini, ləzzətini çək. Mənim də ürəyim hələ cavandır. Yaşayaq bir tər, bu da zamandır. Və Vaqif Əli bəyin alnından, Əli bəy də onun əlindən öpür. Vidadi ilə görüşür Əli bəy və gedir. Vidadi deyir, ağıllı baladır, Allah saxlasın. Vaqif, könlümdə dünyanın min sirri vardır. Ah, duyan, düşünən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar, siz ey göy üzündə uçan durnalar, deyin, xoşbəxtəmmi? Vaqif öz-özünə soruşur ki, və durnalardan soruşur. Daha doğrusu sonalardan, durnalardan soruşur ki, deyin, mən xoşbəxtəmmi? Sonra Xuraman gəlir. Xuraman deyir, kişi, bu nə işdir? Küsüb getdi xan, qoy küssün özünün qanacağından. Daha sonra Vaqif gedir, Xuraman öz-özünə deyir ki, əvvəlki ərini xatırlayır. Deyir, bir el ağasıydı əvvəlki ərim, öz qapım, öz evim, öz nökərlərim, hamısı qulluğumda hazır durardı. Rəhmətliyi gündə bir məclis qurardı. Buna da bir böyük vəzir dedilər, başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var, yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qoltuqlarda gəzib dolanır, çox vaxtda su kimi rəngi bulanır. Elə dərd tökülür qaşqabağından, amma çox razıyam qanacağından. Şairdir, görünür, düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə kar aşmaz. Deməli, əslində Xuramanın bu monoloqunda da biz ziddiyyət görürük. İlk əvvəl o keçmiş yoldaşını xatırlayır və deyir ki, öz qapım, öz nökərlərim var idi. Rəhmətlik, yəni biz bilirik ki, onun yoldaşı rəhmətə gedib, sonra Vaqifə gəlib, ərə gəlib. Böyük vəzir deyir, dedilər buna, su kimi amma rəngi bulanır, elə qaşqabağından dərd tökülür. Sonra deyir ki, amma qanacağından razıyam. Şairdir, düz ilqarı var, gözəl şirin kəlamları var. Daha sonra yenə deyir ki, bunlardan deyir mənə nə? Yəni bunlar mənə kar aşmaz, bunlar mənə kar eləməz. Vaqif gəlir, deyir, nə fikirdəsən sən ey sərvinaz, amandır örtməsin ey nazlı nigar, o ay camalını qara buludlar. Xuraman, niyə nə dərdim var Allaha şükür, hara baxıramsa xeyir görünür. Vaqif, yox, sənin səsində bir titrəyiş var. Gəl məndən gizləmə, aç söylə aşkar. Xuraman da deyir, heç biraz incidir məni qürbət. Yox deyir, bu da olmadı, düz danış. Xuraman deyir ki, nə yaxşı deyir, nə deyim mən bəxti qara? Aha, bundan danış. Danış görüm sən niyə öz bəxtinə qara deyirsən? Xuraman deyir, deyirlər ki sən, nə deyirlər dinən? Vaqif deyir, sonra deyir, səni vəzirlikdən qovulayacaq xan. Ha, bəs elə bu? Bəli. Xuraman deyir, Xuraman gör nəyin xəyalındasan. Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurt, nə də dişlərində qan donan o qurd. Bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə bu lap arxayın gəz. Bəs deyir səni nə çıxarsalar, necə dolanarıq, dilənçilər tək. Vaqif deyir, bizə qəhət olmaz bir parça çörək. Qorxma, bəxtinə qara demə, kaş ki düşməyəydim heç bu saraylara. Yanıldım doğrusu, uyub aldandım, başqadır könlümdə mənim ilk andım. Xuraman deyir, elə şirin-şirin danışmağım var, yəni elə danışırsan. Vaqif də deyir ki, yox sərraf gözüdür mənim bu gözüm, özüm tutduğuma heyranam özüm.
Gözüm su içməyir heç Xuramandan, onu başqa ruhda böyüdüb zaman. Deyəsən şöhrəti çox sevir qadın, ah mənsəb, ah şöhrət yaranmasaydın. Burada yəni o Xuramandan artıq şübhələnir, deyir ki, gözüm su içmir Xuramandan. Sonra ikinci pərdənin məzmununa baxaq. İkinci pərdənin 3-cü və 4-cü şəkillərinin məzmununda nələrdən bəhs olunur? İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət işidir. Vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Sonra burada Gülnarın anası Əminə qızına baş çəkməyə gəlir. Vaqifin evindəki mehribançılıq onu sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xanla göstəriş alan qarı və şeyx Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bildirir, Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Deməli, qarı və şeyx hansı ki ortalığı qarışdırır ancaq. Qarı və şeyx gəlirlər Xuramanı İbrahim xana ərə gəlməyə razı salırlar. Nəyə görə? Çünki İbrahim xan Vaqifdən acıqlıydı axı. O toy məclisindən sonra Vaqifdən acıqlıydı. Həm də Vaqif sonra onu məzəmmət edir. Deyir ki, siz ədalətsizsiniz, siz zalımsınız. Yəni, həqiqətləri dediyinə görə ondan heyif almaq istəyir və Xuramanı yoldan çıxarır, özünə həyat yoldaşı edir. Gülnar bunu eşidir, tez Vaqifə deyir. Vaqif sarsılır, amma Əli bəyə icazə vermir ki, Xuramanı cəzalandırsın. Sonra 3-cü pərdədə 5 və 6-cı şəkillərin məzmunu verilir ki, Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacar Vaqifin yazdığı məktubun məzmunundan hiddətlənir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir Gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Yəni, Qacar əslində Qarabağı ələ keçirməyə gəlmişdi və İbrahim xana məktub göndərir ki, Qarabağı ona təslim etsinlər. Amma Vaqif ona tutarlı bir cavab göndərir və bildirir ki, Qarabağı ona təslim etməyəcəyik. Və bu Qacarı qəzəbləndirir, qardaşı qardaşa qırdırmaq istəyir. Burada da bir məna var, diqqətli olun. Tamaranın və qardaşlarının qaçmasına qapıçı imkan yaradır. Onlar qaçırlar. Tamara qardaşlar Gürcü əsirlərdir. Sonra onlar gedirlər Eldarın dəstəsinə rast gəlirlər. Eldar onları vətənlərinə yola salır. Vaqif Əli bəydən sifariş göndərir ki, Eldar Qacarın qoşununa hücuma keçsin. Çünki artıq Qarabağla Qacarın ordusu arasında, qoşunu arasında bir ixtişaş başladı. Vaqif ona bildirmişdi ki, biz sənə Qarabağı əmanət eləməyəcəyik, yəni verməyəcəyik Qarabağı sənə. Sonra 7-ci şəkildə nə var? Yenə də bu müharibə səhnəsidir. Dağlıqdır, deyir, arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Qacarın ordusu tərəfindən kənd yandırılır, onun alovları göyə qalxır. Arvad-uşaq fəryadları eşidilir. Qacar da deyir, yan tərlanların yaşıl yuvası, ruhuma can verir ölüm havası. Çıxsın asimanı odlar, alovlar, göylərdən od töksün yenə ruzigar. Yan deyir, kömür olsun hər qaya, hər dağ, baş əysin hökmümə böyük Qarabağ. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Deməli, Qacarın bu nitqindən sonra vəzir deyir ki, vəzir də ancaq eyni sözlər deyir, buyruq sizinkindir, adil hökmüdar, sizdə fəzilət də, ədalət də var. Qapıcı sonra gəlir, deyir, şahım, hüzurunuza bir kəndli gəlib. Qacar deyir, gəlsin. Qoca kəndli gəlir, deyir ki, sizə bir sözüm var, böyük hökmüdar. Mən bu yanan kəndin ağsaqqalıyam, ellərin dərdindən biraz halıyam. Yanır od içində körpə uşaqlar, bizim kəndlərin nə təqsiri var? Əmr edin, dayansın yanğınlar, xaraba qoymayın buraları. Bu dağlar qoynunda aslan yatmışdır, burada Koroğlular at oynatmışdır. Koroğlunu eşidən kimi Qacar əsəbləşir. Yaxşı deyir, sus qoca köpək, burada Koroğlular at oynatmışdı. Qoca onun arxasınca deyir ki, ah cəllad, bimürvət, indi qulaq as, Süleyman dünyası sənə də qalmaz. Sonra Qacar yenə gəlir qaya başında dayanır
Qacarın sərkərdəsi gəlir, deyir ki, şahım deyir, arxa cəbhə çox qorxuludur, elə bil cahan yoludur, Eldarın dəstəsi gəlir, bizimkiləri sərçə kimi qırır. Odur yaxınlaşır, gizlənin, oralar çox bərkdir. Qacar deyir, çəkin atları, bir bölük göndərin arxaya, qabağı saxlasın, gizlənincə biz. Sərkərdə deyir, budur əskərlərimiz. Qapıçı deyir, şahım Qarabağın şeyxi gəlib. O da deyir, de gəlsin, bayaqki şeyxdir. Şeyx gəlir, deyir ki, ey şahım, ey fəxri vətən, sizin yolunuzu gözlərdik biz. Yəni, satqın, satdı artıq vətənin. Sizə duaçıdır nəsillərimiz. Buyurun, qapımız açıqdır sizə. Yurdu tapşırıq əllərinizə. Qacar deyir, yaxşı, bəs nə oldu o İbrahim xan? Şeyx deyir, siz arxayın olun İbrahim xandan Dağıstana qaçıb. Haha deyir, qaçmışdır Kələbaşdana. Yaxşı deyir, qoşul bizə, vəhşi dağlarda bələdçilik elə. Bunlar gedirlər. Sonra Teymurla əskərin burada söhbəti var. Teymur deyir ki, Teymur əvvəl Qacarın ordusundan olur, sonra Eldargilə tərəf keçir. Teymur deyir, əlimiz, dişimiz, tüfəngimiz qan, yorulub bezmədik vuruşmalardan, dünyadan doymadı şahların gözü, lap cana doymuşam bunlardan. Əskər deyir ki, biz əskərik, yəni sərkərdəmiz nə desə ona hazırıq. Teymur deyir, axmaq, bu dediyin davalarda sən gülləyə rast gəlib it kimi ölsən şahların keyfindən nə azalacaq? Əskər deyir, orduya pozğunluq gətirmə, bizi qırır, tökür, qaçaq Eldar. Teymur da deyir ki, nə qədər qırsa onun haqqı var, bu torpaq onundur. Əskər deyir, sən satqınsan, vuruşurlar burada. Sonra Teymur və bir neçə əskər Eldarın tərəfinə keçir, deyir, biz də sizləyik, and içirlər qılınca. Sonra yenə də vuruşmadır. Qacarın əskərləri qaçmağa məcbur olurlar. İlyas arxadan Eldarı vurmaq istəyir. İlyas da kim idi? Eldarın dəstəsinə soxulmuşdu. Onu əslində öldürmək üçün gəlmişdi. Və burada elə bir fürsət yaranır ki, o Eldarı vurmaq istəyir. Kürd Musa onu öldürür, gülləsi ilə onu yıxır. Eldar deyir, niyə belə elədin? Deyir, Kürd Musa deyir ki, vurmaq istəyirdi səni arxadan. Nəysə, bunlar gedirlər. Əli bəy gəlir. Əli bəy deyir, hardasınız Eldar? Eldar deyir, nə olub Əli bəy, tez danış. Eldar, daha bizə ümid qalmamış, çəkilin meşəyə Eldar, nahaq qırılmasın bizim adamlar. Eldar deyir, Əli bəy, nə olub, bir danış, niyə, sən nə danışırsan, necə geriyə qaçaq? Çəkilək. Əli bəy deyir ki, tülkü kimi İbrahim xan qaçdı qabaqdan, İbrahim xanın qaçdığını deyir. Bizə deyir, Qacar qəhqəh çəkib güləcək. Eldar da deyir ki, basılmaz bu vətən, hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə, bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik. Gedirlər, hamısı çəkilirlər. Sonra indi Qacar Qarabağı hələlik ki, ələ keçirib və keyf məclisi qurur. Keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər qaya, hər dağ, mən Qacar nəsliyəm, şahlar şahıyam, mən də yer üzünün bir Allahıyam. Gərək biz qoymayaq daşı daş üstə, atın yığın leşi leş üstə. Vəzir də eyni sözü deyir, buyruq sizinkidir, sizdə fəzilət, ədalət var. Şeyx deyir ki, ey ulu Qacar, sizdəki qüvvətə baş əyir dağlar, sizin sayənizdə ömür sürür, yaltaqlıq eləyir, yəni. Bu fani aləmdə ağ gün görürük, sizə kömək olsun yaradan, müqəddəs Quran sizə kömək olsun. Qacar deyir ki, belə deyirlər ki, ağladır yeri, sizin Qarabağın xanəndələri, hünəriniz varsa bir rast oxuyun. Kinayə ilə deyir bunu. Xanəndə də Vaqifdən bir şeir oxuyur. Deyir, gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından. Bu şeiri oxuyur və Qacar deyir, qəzəl Vaqifindir. Deyir, bəli, Vaqifin. Tez deyir, onu tapın gətirin. Vəzir, bu doğrudan böyük qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir. Əslində, Vaqifin yaradıcılığını Qacar burada qiymətləndirir. Deyir ki, canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Vəzir deyir, nə deyim sizə? Buyruq sizinkidir, sizdə fəzilət, ədalət var. Şeyx də deyir ki, şeyx də ancaq ortalıq qarışdırır axı. Deyir, təhlükədir Vaqif doğrudan, onu gözünüzdən qoymayın. Deyir ki, qanunlarda həqiqət yoxdur, şəriət pərdədir, amma deyir, nədənsə el-oba onu çox sevir, bilmərlər yəni bu qədər tərs olduğunu. Bir də
Qaçaq Eldar onun bərk dostudur. Sizin düşməniniz o murdar. Vaqif yaşadıqca qorxudur bizə, şair görünməsin gözlərinizdə. Yəni şeyx artıq Vaqif haqqında doldurur Qacarı. Qacar da deyir ki, yazdığı cavabdan bilmişəm onu. Dayan, sovuraram göyə tozunu. Qoy gəlsin, əylənib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Yəni Vaqif əslində burada alçatmaq üçün çağırır, gülüşmək üçün, onu araya qoymaq üçün çağırır. Vaqif gəlir, baş əymir, deyir, aha, baş əyməyir hüzurumda bu. Şeyx də deyir ki, yoxdur, vicdanında qanun qorxusu. Qacar deyir, şair, hökümdarın hüzurundasan. Vaqif, bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılıncılar toqquşub iş görən zaman neynər dediyiniz quru bir vicdan? Vaqif, vicdan dedikləri bir həqiqətdir, beşiyin məzarı əbədiyyətdir. Bəs zindan necədir, qaranlıq zindan? Soyuq məzara da zinətdir insan. Vaqif deyir. Qacar, yenə göylərdədir şair xəyalın. Vaqif, əzəldən hüdudu yoxdur kamalın. Aha, sınayırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eləmiş sizi yaradan. Vaqif deyir ki, dünyada qalacaq yalnız yaradan. Qacar, çox gözəl, inanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Göylərin büsatı oldu Zoay, sizə tapşırılsın bugündən gərək, yəni vəzirlik təklif edir. Ancaq bir şərtim var. Vaqif deyir, buyurun. Qacar deyir, gərək fars dilində yazsın sənətkar. Vaqif də deyir, farsın öz qüdrətli şairləri var, nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğlayan mən də az-az uydururam yeri gələndə, yəni qəbul etmir farsça yazmağı. Yaxşı, əl götür bu inadından, Qacar deyir, bu qədər naşükür olmasın insan. Yəni mən sənə vəzirlik təklif edirəm, onun qarşılığında deyirəm ki, bir dənə fars dilində yaz. Vaqif deyir, aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam, mənsəbə şöhrədə satılmamışam. Vəzir də deyir ki, burada Qacar demir, vəzir deyir. Ayağı çarıqlı, kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Vaqif deyir, dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər getirmiş. Qacar da deyir, Nizamiyə bax, Füzuliyə bax. Vaqif günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qacar deyir, görünür günəşə iştaham vardır. Vaqif günəşdən gizlənən yarasalardır. Şeyx, buna qulaq asmaq çətin peşədir. Vaqif, niyə? Qulağınız çoxdan şişədir. Böhtan eşidəndə qızarıb yanar, doğru söz gələndə pambıq tıxanar. Görürsünüz, Vaqif necə tutarlı cavablar verir, hamısının yerində otuzdurur. Vəzir deyir, sizin sözünüzün kəsəri azdır. Vaqif deyir, oxuyan bülbüldür, dinləyən qazdır. Of deyir vəzir, məndə olsaydı bundakı hünər. Vaqif deyir, ağılsız köpəklər ulduza hürər. Qacar əsəbləşir artıq vəzirə, deyir ki, ver cavabını, nə durmuşsan, din, hə, yenə döyükür sarsaq gözlərin. Vaqif deyir, neynəsin, yazığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar. Şeyx deyir, şairə sənətdir tikanlı sözlər. Vaqif deyir, sözdən qızarmaz ki, bozarmış üzlər. Qapıcı deyir, şahın bir qoca var gəlsin. Vidadi gəlir, Vidadi Qacara deyir ki, hakimin hökmü hünəri onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Vaqifi göstərir ki, şairdir, qəlbi var, şirin sözü var, böyük bir ölkənin onda gözü var. O ölsə dağlar da dil deyib ağlar, əff edin, yaxşılıq qalır yadigar. Qacar deyir, o dinin düşməlidir, ölsün gərək. Vidadi deyir, xeyr, o Vaqifdir, eşqə gələrək bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsini. Zəmanədə olanları deyir, yəni Allah da onun səsini, şeirin səsini sevir. Allah da çox sevir, Qacar deyir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa, qoy sağ saxlasın. Vidadi deyir, siz hökümdarsınız. Qacar deyir, yaxşı qoca, mən artıq əl çəkirəm ölüm fikrindən, amma əlini kəsəcəm, bir də həcv deyən acı dilini kəsəcəm. Razısan? Vaqif deyir, razıyam böyük hökümdar, mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz, qatır cinsisiniz doğub törəməz. Bunun əvəzinə deyir, siz də qatır cinsisiniz, doğub törəməzsiniz. Və həcv nədir burada? Həcv bir şəxsin, bir insanın
mənfi xüsusiyyətlərinə yazılmış qəsidənin bir növüdür. Biz keçmişdik, deməli qəsidənin növləri həcv, məthiyə, fəxriyyə, bu tipli növləri var idi. Həcvdə, yəni bir insanın mənfi xüsusiyyətlərinə yazırsan. Deyir, həcv deyən acı dilini kəsəcəm, bir də yazan əlini kəsəcəm. Qacar deyir, Vaqif get saray həyatını tərk et, gərək yaşamasın qədir naşünas, qədir bilməz. Vaqif deyir, sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları, burada göyə çıxan ahuvayları. Görmüşəm şahların vəfasını mən, xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, dustaq anaların göz yaşlarını, nifrət, qan çanağı taclara nifrət, var olsun azadlıq, bir də məhəbbət. Çıxır gedir, Qacar deyir, aparın onu, salın zindana, göz dağı çəkdirin Azərbaycana. Vidadi də deyir ki, qızılı utsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar. Qacar deyir, bəri bax, dayanma burada Zülfüqar. Vaqifi zindana sən özün apar, bir quş da səkməsin onun yanından. Zülfüqara deyir bunu. Qapıçı da deyir, baş üstə yatmaram gecəni bir an. Zülfüqar yəni qapıçıdır burada. Əsən küləkdən də gözlərəm onu. Qacar deyir, mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Sonra öz-özünə burada deyir ki, vəzir deyir, buyruq sizinkidir, sizdə fəzilət, ədalət var. Qacar dəlicəsinə deyir, dağılın, boğuldum. Öz-özünə deyir, nə deyim tali deyənə, könlüm ayrılmayır xanimanından, gözlərim doymayır insan qanına. Sanki bu içinə iblis girmiş kimi burada sözlər deyir. Xəstə kimi deyir, öz-özündən şübhələnərək, bu nədir? Canımda üşütmələr var. Aha, nə dərindir bu uçurumlar. Gözlərim qaralır, aman ölürəm, ha, bu nədir? Yoxsa gülürəm? Günahsız qanlarmı gözümə durur? Özünün nəbzini tutur, yo, hələ qəlbim qayda ilə vurur. Xeyr, ölməmişəm hələlik sağam, indi mən ölümlə çarpışacağam. Sonra deməli qılıncı çıxarır, qolları boşalır, qılınca dirsəklərlə taqətsiz bir vəziyyət alır. Yəni Qacarın burada, necə deyərlər, psixoloji sorunları var türklər demişkən. Sonra, indi gəlin təhlilinə baxaq. Təhlildə əsas nəyə fikir verməliyik? Dediyimiz kimi, Səməd Vurğunun ilk və ən qüvvətli dram əsəri 37-ci ildə yazılmışdır və Vaqifin həyatı yaradıcılığı ilə şair hələ kiçik yaşlarından maraqlanıb, əsərlərini sevə-sevə oxumuş, ona ayrıca şeir də həsr etmişdi. Lakin piyesi yalnız Vaqiflə onun həyatı ilə bağlamaq doğru olmaz. Tarixi mövzuda yazılan, lakin tarixi hadisələrə müəllifin sərbəst yanaşması ilə seçilən bu dramda bədii həlli verilən problemlər çoxdur. Və yəqin ki, bu problemlər artıq sizə məlumdur. Səməd Vurğunun yaradıcılığında, təkcə Səməd Vurğunun yaradıcılığında yox, ümumən ədəbiyyatımızda kamil sənət nümunəsidir, böyük maraqla, dərin rəğbətlə qarşılanmışdır. Vaqif deməli birinci yerdə dayanır, yadda qalan obrazlarının yaradılması üzrə. Oxucu, tamaşaçı bu obrazı hər tərəfli tanımaq imkanı əldə edir. Vaqif İbrahim xan, Vaqif Vidadi, Vaqif Qacar, Vaqif Eldar, Vaqif Xuraman xətləri onun dövlət xadimi, həqiqi dost kimi fərqli yöndən səciyyələndirməyə imkan verir. İbrahim xan necədir? İbrahim xan piyesin ümumi ruhuna, yazıcı məqsədinə uyğun olaraq əks qütbün təmsilçisidir. Xalqa, vətənə münasibətdə əlbəttə ki, Vaqiflə onun arasında dərin uçurum var. O vətənini dar gündə atır, çıxır gedir Dağıstana. Fərqli qütblərdədirlər. Ağa Məhəmməd Şah Qacar istilaçı hökmdarda həm də şəxsi keyfiyyətləri ilə gözün, məsələn, qandan doymur. Özünə nifrət qazandırır. Kəndləri, şəhərləri xaraba qoymaqdan, günahsız insanları qətlə yetirməkdən doymur. Bu müstəbih hökmdarın iç üzü Vaqiflə qarşılaşma səhnəsində bir daha üzə çıxır. Məlum olur ki, o doğma dilinə, mənsub olduğu xalqa da nifrət edir. Yəni, Qacar əslində türkdür, Azərbaycanlıdır, amma o öz xalqına nifrət edir. Qacarı İbrahim xanla birləşdirən ümumi cəhətlər də var. Sonra əsərdə Vidadi yalnız sədaqətli dost kimi təqdim edilməmişdir. İnsanın halına yanan, ədalətsizliyə, zülmə nifrət edən, sadə yaşayışa qane olan təvəzzökar, xeyirxah el sənətkarıdır. Eldar isə sadə zəhmət adamıdır. Vaqifin onunla əlaqəsi, dostluq etməsi təsadüf deyil. Bu da böyük vəzirin xalqla bağlılığı, həqiqi xalq şairi olması deməkdir. Eldar İbrahim xanın simasında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında işğalçılara qarşı duran vətənpərvər bir qəhrəmandır. Vaqif
Vaqifin xarakteri, həyata baxışlarının aydınlaşmasında Xuraman obrazında rolu az deyil. Ona həqiqi qiyməti ilə Vaqif özü verir. Dəbdəbə, şöhrət əsiri olan qadının yanlış addım atmasının səbəbini dünya görmüş şair doğru müəyyənləşdirir. Sonra Əli bəy, Gülnar, Eldarın silahdaşları, Vəzir, Şeyx kimi fərqli nitq və davranışları, əməlləri ilə fərqlənən personajlar da var. Vaqif piyesinin maraqla oxunması, uzun illər səhnədə oynanmasının bir mühüm səbəbi onun bədii gözəlliyidir, bədilinin yüksək səviyyədə olmasıdır. Burada deməli Səməd Vurğun şeiriyyətinin incəliyi, şirinliyi, rəvanlığı tamaşaçını heyran edir. Mənzum dramda obrazların nitqinin fərdiləşməsi böyük ustalıq tələb edir. Bunu pyesdə ardıcıl müşahidə etmək olur. Maraqlıdır ki, şair bu cəhətə hətta epizodik obrazların nitqində də xüsusi diqqət yetirir. Həm epizodik, həm də ümumi obrazların dilində, nitqində buna diqqət yetirir. Yəni nitqin fərdiləşməsinə. Sonra monoloq yığcamdır, dialoqları canlıdır, məntiqli olması ilə seçilir. Vaqif İbrahim xan, Vaqif Qacar, Vaqif Vəzir arasında dialoqlar kəskinliyi ilə diqqəti cəlb edir. Xüsusilə bayaq bir dialoq səhnəsi var idi, onun Qacarı və Vəziri bağlamağı, belə deyə, onları yerinə oturtmağı. Burada xüsusilə Vaqifin biz hazır cavablığını görə bilərik. Və əlbəttə ki, hadisələrin məntiqi ardıcıllığı bir-birlə əlaqəsi, çevik şəkildə əvəzlənməsi şairin dram sənətinin sirlərinə dərindən yiyələndiyini təsdiq edir və 30-cu illərin sonlarında yazılmışdı, 37-ci ildə yazılmışdı. Bu da mühüm ədəbi hadisə kimi qiymətləndirilir. Çünki əsərdə vətənpərvərliyin qızğın təbliği, qəhrəmanlıqlarla dolu tarixi keçmişin xatırladılması, xalqın qüdrətinə inam, dövlətin idarə edilməsində yol verilən xətaların acınacaqlı nəticələri kimi məsələlər təsvir olunur. Kəskin şəkildə həmin illərdə oxşar mövzularda yazılan əsərlərlə məzmunca kəskin şəkildə fərqlənir. Oxucu və tamaşaçılarda tarixi keçmişlə bağlı yaddaşın dirçəlməsində, milli qürur hissinin baş qaldırmasında və güclənməsində pyesin misilsiz xidməti danılmazdır. Bu da bizim Vaqif dramımız.